Xüsusi həcdən söz düşmüşkən, o gün bir xəbər oxudum ki, artıq ölkəmizdə 80% kvota dolub. Yəni həccə getmək istəyən vətəndaşlarımız kifayət qədər çoxdur. Allah ibadətlərini qəbul eləsin, saf niyyətlə, halal zəhmətlə gedirlər. Onların halal xoşları olsun, Allah dualarını eşitsin. Ondan bizə də pay düşür hər halda bir müsəlman olaraq. Amma elələri də var ki, orası sanki bir səyahətə gedir. Yəni bir dəfə yox, bir neçə dəfə. Ümumiyyətlə dinimizdə, Qurani Kərimdə neçə dəfə müsəlman ora getməlidir? Bununla bağlı bir xəbərdarlıq varmı, yoxsa necə? Həzrət Peyğəmbər salavatullah ömründə bir dəfə həccə gedib. Baxmayaraq ki, Məkkə ilə Mədinənin arası o qədər də uzaq məsafə deyil. Elə bizim rayonlarımız qədər olar ara məsafəsi. Peyğəmbər ömründə bir dəfə həccdə olubdur və imkanı çatan şəxs üçün də Qurani Kərimdə elə dinin ehkamlarında bir dəfə buyurulub ki, imkanı çatan, gücü yetən bir şəxs təbii ki, dinin mərkəzidir. İbadət yeri olmasa da belə bir dinin mərkəzidir. Bir mədəni abidə kimi götürək ki, bu dünyəvi yöndən götürək ki, din orada yaranıbdır. Hər kəs istəyər ki, getsin o... Müqəddəslərimizin ayağı dəyib ora. Şübhəsiz ki, ümumiyyətlə, hələ müqəddəslikdən əlavə də ki, dinin yarandığı bir yer kimi, şübhəsiz ki, müsəlman, o tarixi bilən, o əqidəyə inan bəsləyən insanın həmin yeri gedib bir görməsi yaxşı olar. Qəbul olunar. Qəbul olunar. Amma xüsusilə də bu ki, ibadətdir. Təbii ki, bu ömründə insanın bir dəfə getməsi var. Amma bunun da çox şərtləri var. Bu şərtlərə bizdə riayət edən yoxdur. Yəni, bu meyarları çoxu bilmirlər, izah eləmirlər. Çünki çoxuna izah eləsən, bəlkə də getməz qaydar, o kvota heç də olmaz. Ona görə ola bilsin ki, bunları tam konkret izah eləmirlər. İndi o insanlar da bilmir. Bəlkə də bilsələr getməzlər. 20 dəfə, 30 dəfə gedən adamlar var. Bu bilsə ki, o gedib ora sərf etdiyi pulu bir xeyirxah iş görə bilər ki, o iş həm onun şöhrətini artırar. Onsuz güya ki, ora şöhrətə görə gedir də, onsuz da məlumdur da. Bəli, ətrafı bilsin ki, bu... Bəli, gətir, məsələn, burada bir kənddə, nə bilim, sosial çətinlik çəkən adamlar var və yaxud da, nə bilim, bir yerə bulaq çəkdir, lap öz şəklini vur ora. Elə bir iş görmək olar ki, o da dillərdə dastan olsun. Amma gör nə dərəcədə dar təfəkkürlü adamdır ki, sən 20 dəfə niyə gedirsən? Heç bir imam, nə 12 imamın içində, nə əhli... Dinin də nə qədər ki, müqəddəslər tanıyırıq, onların içində bir dəfədən artıq, ya 2 dəfə, 3 dəfədən artıq ora gedən yoxdur. Axı, bu nə məcburdur ki, hər il gedirsin. Yəni, ibadətləri oruç da daxil olmaqla, həcc də daxil olmaqla. Bəziləri ticarətə çevirir, şan şöhrət mənbəyinə çevirir. Bu qətiyyən yol verilməzdir. Bu, dinə xələl gətirmək. Bir var, heç inanmayasan, lap tənqid eləyəsən, aralda durasan. Bir də var, sən girib dinin içinə, orada başlayasan ki, manevr eləməyə, orada sən özünün maddi mənafiyin, şəxsi ambisiyaların üçün oyun çıxardasan.